Geldim elə gördüm ki, hər yan suyun içindədir. Atamın qəbri çöküb, bərbad vəziyyətdədir. Gördüyünüz kimi yəni hər tərəf qəbirlər su içindədir. Bura Göyçayın ən böyük kəndlərindən olan Potu kəndinin qəbirstanlığıdır. Güclü su axını nəticəsində ərazinin xeyli hissəsindəki məzarlar sulara qərq olub. Cəmi bir neçə saat ərzində qəbirstanlığa dolan su torpaq qəbirlərini tamamilə, sinə daşı olan məzarları isə qismən örtüb. Sakinlərin sözlərinə görə qəbirstanlığın yaxınlığından hər hansı çay və suvarma kanalı keçməsə də, ərazidə oxşar su basma halları əvvəllər də müşahidə olunub. İki saat bundan öncə gəldik atamın qəbrini ziyarət eləməyə. Öz anam, qardaşım, oğlum, üzr istəyirəm. Hal-hazırda bu mənzərə ilə rastlaşdıq. Atamın qəbri çöküb, bərbad vəziyyətdədir. Müəyyən qəbirlər də su altındadır hal-hazırda. İşlər davam edir, su çəkirlər. Çökmə nədən baş verir? Çökmə, valla birinci dəfə də bir şey rast gəlir bizə. Sentyabr ayında atam rəhmət etmişdi. Oktyabr ayında üstün götürdük. Ondan bəri belə bir şey olmayıb hal-hazırda. Bugün gəldik, bu mənzərə ilə rastlaşdıq. Deyirlər yağış sudur, amma yağış suyuna oxşamır bu. Yağış da axşamdan yağıb, yəni bu qədər dərəcədə ola bilməz. Kimi deyir, bağın suudur gəlir. Yəni, hani, böyle tam dəqiq bilinmir, araşdırırlar. Bu, haradan qaynaqlanır. Və xahiş edirəm bir vətəndaş kimi, Göyçay sakin kimi bu işdən müəyyən qurumlar bir tədbir görsünlər. Bildiyiniz kimi, mənə də zəng gəldi, xəbər verdilər ki, bura Potu kənd qəbirstanlığının ərazini su basıb. Mən burada elə bir qohumum var, rəhmət edən, 40-ı təzə çıxıb. O zəng vurur ki, bəs gedi ora bax, nəzarət elə. Gəldim elə gördüm ki, hər yan suyun içindədir. İndi bilinmir mənbə, yağış suyudur, ya yaxud da axdan gəlib. Deyirlər, burada yaxınlıqda bağ var. Bağın sahibi bağın sulayarkən nəzarət eləməyib, ondan gəlib beləsin hal baş verib. İndi dəqiqləşdirirlər də, araşdırma edir, görək nədəndir. Suyun səviyyəsi nə qədər olar? Suyun səviyyəsi arası olar bir 10-12 sm. Böyük ərazisi var qəbirstanlığın. Potu kənd qəbirstanlığı olmana baxmayaraq, şəhər daxilindən də bura gətirib rəhmət edənləri dəfn edirlər. Yəni, onun da ərazi böyükdür. Yəni, siz də narahat olduq, gəldiniz? Bəli, narahat olub gəldik. Gördüyünüz kimi, hər yan suyun içindədir. İndi dövlət rəsmiləri gəliblər, suyun hal-hazırda çəkirlər. Harasa bir, onlar da 50-60 qəbirə. Hətta bir qəbir var ki, çöküb demiyorlar, tamamilə içi su ilə doldu belə. Vəziyyət olduqca azınacaqlıdır. Hal-hazırda bu qəbirstanda nəzarətçi işləyirəm. Yəni bu su olmaq, belə deyək də, bu dəfələrlə belə bir hadisə baş verib. Yəni bağ yəslərindən də xəbərdarlığımızı eləmişik. Yenə onlara baxmayaraq, yenə bu su işi gəlib çatanda gördüyünüz kimi, yəni hər tərəf qəbirlər su içindədir. Yəni xəbərdarlıq da edirik, əvvəlcədən bildiriş də edirik ki, yəni suyun artımını az eləsinlər. Və yenə də xeyri yoxdur. Gördüyünüz kimi bütün qəbirlər yenə suyun içindədir. Bu 3-cü, 4-cü bəlkə də haldır ki, belə deyək, vəziyyətlə qarşılaşırıq. Yəni budur. Biz də istəyirik ki, hamımızın ölüsü dirisi bu qəbirstanlıqdadır. Yəni pis vəziyyətdədir, qəbirlər çökür. Gördüyünüz kimi nə gündədir, suyun içindədir. Hamısı palçıqdır. Yəni hələ bərbad gündə də qalacaq. Yəni belə. Çox qəbirlər belədir. Bəli. Yəni qarşı tərəfdəkilər vəbşə suyun altındadır. Yəni bu hələ axırına gəlib çatandır. Vallahi qardaş, hardasa bir 3 saat, 4 saat bura su axıb. Yəni xəbərdarlıq öncədən olunub, yenə də suyun axırı dayanmır. Deyirsiniz ki, yəni bağ sahibi. Hə, bağ sahibidir, bəli. Yəni göründüyü kimi qəndəkləri doldurublar, bağlarını düzəldiblər, su da oradan vurub çıxır qəbirstanlığa. Yağış su olmaz da? Xeyr, yağış suyu deyil. Bir qədər sonra əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunaraq suyun çəkilməsi işlərinə başlanıldı. Görülən tədbirlər nəticəsində suyun səviyyəsinin tədricən azalması müşahidə edildi. Bələdiyyə sədrinin sözlərinə görə ərazidən su tam kənarlaşdırılaraq işlər davam etdiriləcək və gələcəkdə bu cür halların təkrarlanmaması üçün yaxın günlərdə problemin həlli yolları müzakirə olunacaq. Bizə xəbər verdilər ki, qəbirstanlığa su daxil olub. Biz elə həmən anda da gəldik. Burada öz işçilərimizlə zəruri tədbirləri gördük. Suyun belə deyək, gəlmə mənbəyini tapdıq və oradan onu kəsdik.
Hal-hazırda da burada bizə kömək də gəlib, Şəhər Təsərrüfat Birliyi bizə köməyə gəlib. Bir yerdə fəaliyyət göstərib, bir neçə qəbir, belə deyək, suyun içində qaldığı üçün biz o suyu oradan çəkirik. Və davam edir. Artıq işlər yekunləşdirmə üzrədir və yaranmış, deyək ki, bu cür vəziyyət aradan qaldırılır. Əraziyə saatlarla axan məzarlığı basan suyun haradan və necə gəldiyi isə hələ ki sual altında qalır. Ümid edək ki, oxşar mənzərə təkrarlanmadan problem kökündən həll olar. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinaz TV üçün.